İndi isə daha ətraflı. İsrail səfirliyi Azərbaycanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü il dönümü münasibəti ilə təbrik edib. Təbrik mesajında bildirilib. Azərbaycan-İsrail diplomatik münasibətlərinin 33-cü il dönümü mübarək. Hər böyük münasibət kimi biz də bu 3-10 illikdə möhkəm təməl üzərində qurulmuşuq. Qarşılıqlı hörmət, ortaq maraqlar və əlbəttə ki, biraz humus və plovla bəzədilmiş dadlanılar. Enerji sahəsindən tutmuş əla meyvə ixracatına qədər bu tərəfdaşlıq zaman keçdikcə daha gözəlləşir. Bu günü qeyd etmək üçün süni intellektdən dostluğumuzu necə təsəvvür etdiyini soruşduq. Sürpriz deyil ki, o sorğumuza yaradıcılıqla cavab verdi. Gün ərzində bu rəqəmsal şah əsərləri sizinlə paylaşacağıq. Çünki 33 illik əməkdaşlıq biraz əyləncəyə layiqdir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub. Müdafiə Nazirliyi bildirib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basar Keçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. İsrail 2023-cü ildən bəri ölkəni bürüyən vətəndaş müharibəsi fonunda Sudanın İranla yaxınlaşmasından narahatdır. Sudanın hərbi lideri Əbdülfəttah Əl-Burhan 2016-cı ildə İranla kəsilən diplomatik əlaqələri 2024-cü ilin iyulunda bərpa edib. Kanal bildirir ki, o vaxtdan bəri Əl-Burhan Tehrandan hərbi yardım alır. Məlumatda vurğulanır ki, Əl-Burhan İsrailin ona hərbi dəstək verməməsindən məyus olandan sonra İrana müraciət edib. Mənbə Quzey Afrika ölkəsinin İsraildən belə bir yardım gözlədiyini, bununla münasibətlərdə böyük sıçrayışa səbəb ola biləcəyini söyləyərək bildirib. İsraildən yardım olmayanda Sudan köməksiz qaldı. Sudanın dostları ondan üz döndərdikdən sonra İrana müraciət elədi. Sudanın maraqları naminə biz hətta şeytanla da sövdələşdik. İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qrup ilk dəfə olaraq silahlarını yerə qoymağa hazır olduqlarını bəyan edib. Bu qərarın əsas səbəbi Amerika ilə gərginliyin yeni silahlı toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Reuters'in yaydığı eksklüziv məlumata görə bu addım Trump administrasiyasına birbaşa mesaj xarakteri daşıyır. Amerikanın yaxın şərqdə, xüsusilə İraq ərazisində artan hərbi mövcudluğu və İranın nüfuz dairəsinə qarşı sərgilədiyi sərt siyasət fonunda bu qərar strateji dəyişikliyi kimi qiymətləndirilir. Silah qoymağa hazırlaşan qruplar arasında İran tərəfindən uzun illərdir maliyyələşdirilən və təlimatlandırılan bir neçə tanınmış hərbi struktur da var. Mənbələr qeyd edir ki, bu qruplar əsas şərt olaraq Amerikanın bölgədəki hücum siyasətindən imtina etməsini və diplomatik kanalların açıq saxlanılmasını tələb edirlər. Məlumatda vurğulanır ki, bu təşəbbüs hələlik ilkin mərhələdə olsa da regionda gərginliyin azaldılması və İran-Amerika münasibətlərində yeni fazaya keçid üçün önəmli siqnal kimi dəyərləndirilir. İranın Qum şəhərinin ən böyük ticarət mərkəzi olan Mehir və Mah kompleksi məcburi hicab qaydalarının pozduğuna görə bağlanıb. Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, mağaza sahibləri hicab qaydalarını pozanlara xidmət göstərməmək barədə xəbərdarlığa tabe olmadıqlarına görə cəzalandırılıblar. Fars xəbər agentliyi ticarət mərkəzində əxlaq polislərinin döyüldüyünü yazıb. Bununla yanaşı, Kaşmir şəhərində də eyni səbəbə görə Şadlıq sarayının fəaliyyətinə qadağa qoyulub. Rusiyada 1 apreldə başlayan yaz hərbi çağırışının son 14 ilin ən geniş miqyaslı çağırış kampaniyası olacağı bildirilir. Yaxın 3 ay yarım ərzində təxminən 160 min gənc müddətli hərbi xidmətə çağırılacaq. Məlumata görə Rusiya Müdafiə Nazirliyi bu qədər yeni əskəri son dəfə 2011-ci ildə çağırıb. Qeyd edilir ki, SSR-nin dağılmasından bəri ən az sayda müddətdə hərbi qulluqçu 2023-cü ilin payızında çağırılıb və onların sayı 120 min nəfər olub. Rekord göstərici isə 2009-cu ildə qeydə alınıb. Həmin dövrdə 3056 min gənc hərbi xidmətə çağırılıb. Fransanın şimalında 3 radikal İslamçı terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs edilib. Le Parisien qəzetinin verdiyi məlumata görə axtarış zamanı onların üzərində detonatorlu jilet aşkarlanıb.
Saxlanılanlar 19-24 yaş arasındadır. Ölkənin şimalında yerləşən Lil və Dunkerk kommunallarının yerli sakinləridir. Onlardan ən gənci qruplaşmanın lideri hesab olunur. O messenger vasitəsilə şəriklərini kafirləri qan içində boğmağa çağırıb və Fransada əvvəllər törədilmiş terror aktlarını tərənnüm edib. Radikallar müxtəlif ictimai yerləri, o cümlədən ölkənin şimalındakı gənclər yataqxanalarını, restoranı, gecə klublarını və Yahudi icmasına məxsus obyekti hədəf kimi müzakirə ediblər. Saxlanılanlardan ikisi barəsində həbs qəti imkan tədbiri seçilib. Üçüncüsü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Hələlik o yalnız cinayət barəsində məlumat vermədiyinə görə məsuliyyətə cəlb oluna bilər. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin rəhbəri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə İsrailin Xarici İşlər Naziri Gideon Sari ilə danışıqlar aparıb. Tərəflər atəşkəs razılaşmasının yenilənməsi, atəşkəsin əldə edilməsi və girovların azad olunması üçün regional və beynəlxalq səyləri müzakirə ediblər. Məqalədə deyilir, Şeyx Abdullah Sarı salamlayıb və hər iki ölkə arasında inkişaf edən iki tərəfli əlaqələri müzakirə edib. Görüşdə həmçinin son regional hadisələr və onların nəticələri, xüsusilə Qəzza zolağında daha da pisləşən humanitar böhran müzakirə edilib. Sonda xəbər başlıqlarına bir daha nəzər salaq.